Bu bölgənin şimal-şərq və mərkəzi hissəsi əsasən düzənlik, cənub hissəsi isə dağlıqdır. Onun ərazisindən Kür çayı və onun qolları olan Zeyəm, Şəmkir, Çəyir çayları keçir. Bu isə ərazini göz oxşayan təbiətə sahib bölgəyə çevirir. Bu bölgədə hələ 5-ci, 6-cı əsrdə insanlar məskunlaşıb. 9-12-ci əsrdə isə o çiçəklənmə dövrünü yaşayıb. 13-cü əsrdə Monqollar onu darmadağın eləsələr də, 19-cu əsrin əvvəlində Almanlar onu yenidən formalaşdırdı. O adını bir neçə dəfə dəyişib. Nəhayətdə 1991-ci ildə qədim adına yenidən qayıdıb. Bura Şəmkirdir. Onu kəşf eləmək üçün buradayıq. Salam Şəmkir. Qədim tarixə malik Şəmkir rayon kimi 1930-cu ildə təşkil olunub. Rayon mərkəzi Bakı şəhərindən 400 km aralıda yerləşir. Rayonun şimal-şərq hissəsini Ceyrançöl, mərkəzi hissəsini Gəncə Qazaq düzənliyi, cənubu isə Kiçik Qafqazın şimal-şərq ətəkləri əhatə edir. Şəmkir toponiminin mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Orta əsr ərəb və fars mənbələrində Şəmkür, türk mənbələrində isə Şəmkür və Şəmkir kimi göstərilib. Şəms günəş, Kür tapınan, yəni günəşə tapınanlar yurdu deməkdir. Lakin bəzi alimlər bu adı Şamkür, yəni Kür qırağı kimi izah edirlər. Şəmkir adı həm də ərazidə yerləşən Şəmkir adlı qala ilə bağlıdır. Bu qala şəhərin 5-6-cı əsrdə inşa edildiyi söylənilir. Böyük İpək yolunun üzərində salınan Şəmkir şəhərinin qalası kənar basqılardan qorunmaq üçün inşa edilib. Bura qədim Şəmkir şəhər yeridir. O 19-cu əsrin ortalarında qeyd olunsa da 2007-ci ildə geniş miqyaslı arxeoloji qazıntılar zamanı aşkar olunub. O şəhərin mərkəzindən təxminən 10 kilometr aralıda qədim Qala kəndi ərazisində Şəmkir çayının sahilində yerləşir. Bu qədim şəhər təxminən 30 hektar yeri əhatə edir və o unikal, dünya əhəmiyyətli abidədir. Erkən orta əsr şəhərlərindən biri sayılan Şəmkir qalasının qalıqları sizi bir neçə yüz il geriyə aparacaq. Burada qədim şəhərin ruhunu hiss edə bilərsiniz. Tapılan tikinti qalıqları sizə burada nə vaxtsa qaynar həyatın yaşadığını söyləyəcək. Tarixi turizmi sevənlər isə qədim şəhər qalıqları arasında inanılmaz təəssüratlar bolluğuna düşəcəklər.
Şəmkir şəhəri qədim İpək yolunun üzərində olduğu üçün öz dövründə çox inkişaf edib. 9-12-ci əsrlər onun çiçəklənən dövrüdür. Şəhərin geniş məhəllələri, karvansarayları, şah sarayı, məscidlər, hamamlar, əczaxanalar, həbsxanaları olub. 2006-2007-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı bunların çoxusu üzə çıxıb. 13-cü əsrin 20-ci ilində isə Monqollar Azərbaycana yürüş eləyəndə bu şəhəri çox təəssüf ki, darmadağın ediblər. On birinci əsrdə şəhərdə paralel qala divarları inşa olunub. Arxeoloji qazıntılar göstərir ki, iç qalanın 11-ci əsrdə inşa edilən divarları bir neçə dəfə təmir olunub. Qədim Şəmkir şəhər yeri tarixi abidə olaraq ilk dəfə Cənab Prezident İlham Əliyev tərəfindən 22 oktyabr 2019-cu il tarixli 1498 sayılı sərəncama əsasən qoruq elan edilmişdi. Abidə özü 30 hektar ərazini əhatə eləyir və üst topografik hissədən ibarətdir. Narınqala, Şəhristan və Rabat adlanan hissədən ibarətdir. Qalan 20 hektar ərazi Şəhristan adlanan hissəni əhatə edir və Şəhristan bayır şəhər deməkdir. Burada xüsusilə mülkiyyətcə orta təbəqəyə malik olan insanlar yaşayırlar və həmçinin məktəblər, mədrəsələr də Şəhristan ərazisində yerləşirdi. Digər qalan ərazidə isə Rabat adlanan ərazidir və bu da bayır şəhər deməkdir. Burada isə aşağı təbəqəyə malik olan insanlar, dəmirçilər, əkinçilər bunlar yaşayırdılar. Bu qədim şəhərin içini gəzdikcə, ona toxunduqca sən həmin dövrün ab-havasını hiss eləyirsən. 6-19-cu əsr tarixləri özündə birləşdirən bu abidə həm həcminə görə, həm memarlığına görə, həm də əzəmətinə görə sivalih eləyəcək. O həqiqətən də unikal bir abidədir. Məşhur Şəmkir minarəsi və ya Şamxor sütunu da o vaxtki şəhərin yaxınlığında ucaldılmışdı. Onu 11-ci əsrə aid etsələr də bəzi mənbələr 12-13-cü əsr kimi qeyd edirlər. 61 metr hündürlüyündə olan abidə bir çox səyyahların diqqətini cəlb edib. Onların qeydlərində bu minarə dəfələrlə xatırlanıb. Rəssamlarsa onu öz əsərlərində təsvir ediblər. Qədim Şəmkir şəhər yerdə Qərb regionda turizmin inkişaf etdirilməsində xüsusi əhəmiyyətə malikdir və Qərb regionunda turizm marşrutuna əlavə edilibdir. Onu da qeyd edeyim ki, məsələn, ilbəil bura turist axını artmaqdadır. Yerli turistlərlə yanaşı, xarici ölkə vətəndaşları da xüsusilə axını təşkil olunur. Qədim Şəmkir şəhəri Azərbaycanda mövcud olan ən zəngin, mədəni və dövrünün qabaqcıl, hər cəhətdən inkişaf eləmiş şəhərlərindən biri sayılır. Belə bir şəhəri adətən nağıllarda təsvir edirlər. Ondan ayrılanda bir fikir səni rahat buraxmır. Kaş bir neçə dəqiqəlik dövrü, zamanı atlayıb bu şəhərin çiçəklənən vaxtını görmək, küçələrində gəzmək, burada həyata qıraqdan baxmaq imkanı olardı. Şəmkir qalasının 8 bürcü 4 giriş qapısı olub. Qalanın divarlarının hündürlüyü 7-8 metr, eni isə 3,5-4 metrdir. Bu abidə Arran memarlığı üslubunda tikilib və tikintidə yerində hazırlanan kərpiçdən, bir də Şəmkir çaydan gətirilən çay daşlarından istifadə olunub. Qədim qala çox möhtəşəm bir qaladır. Şəmkirə gələndə mütləq onun seyrinə gəlin. Tarix Diyarşünaslıq Muzeyində də Qədim Şəmkir şəhəri, Dövlət Tarix Mədəniyyət Qoruğu və Şəmkirin uzaq keçmişi haqqında geniş məlumat ala bilərsiniz. Bu bölgənin zəngin tarixi Almanların burada məskunlaşmasının qabaqki dövrə gedib çıxır. Həmin muzeydə Şəmkirin tarixi xüsusi materiallar və eksponatlarla nümayiş olunur.
Eyni zamanda muzeydə almanlardan miras qalan eksponatlar da diqqət çəkir. On 19-cu əsrin birinci yarısında Çar hökumətinin icazəsi ilə Zaqafqaziyə köçürülmüş Alman kolonistlərindən bir qrupu Şəmkirdə məskunlaşmışdı. Həmin dövrdə ərazi Annenfeld adlanırdı. Annenfeld. Bir vaxtlar indiki Şəmkir şəhəri belə adlanırdı. Annenfeld, yəni Annanın kəndi. Onun əsasını 19-cu əsrin əvvəllərində Azərbaycana köç edən almanlar qoyub. 1941-ci ilə qədər burada yaşayan almanlar evlər, inzibati binalar, kilsələr tikib, küçələr salıblar. İkinci Dünya müharibəsi başlayanda artıq Sovet dönəmində almanları Sibirə deportasiya ediblər. Və onların mirası Azərbaycanda qalıb. Tiflisdən Azərbaycanın Yelizavetpol qəzasına köçən 194 Alman ailəsi Şəmkir yaxınlığındakı Helenendorf və Annenfeld adlı iki koloniya saldılar. 1916-cı ildə Rusiya-Almaniya ilə müharibə şəraitində olduğundan Şəmkirdəki koloniyanın adı dəyişdirilərək Annin oldu. Şəmkirdə bu gün də Alman irsinə rast gələ bilərsiniz. Burada Alman üslubunda tikilən evlər, küçələr və Lütran kilsəsi var. Bu kilsə 1909-cu ildə inşa olunub. 2014-cü ildə isə yenidən bərpa olunaraq mədəniyyət ocağı kimi fəaliyyətə başlayıb. Şəmkirdə olanda onu ziyarət edə bilərsiniz. Roman gotik üslubunda tikilən Annenfeldin Lüteran kilsəsinin memarı Ferdinand Lemkul olub. Bərpa zamanı binanın xarici görkəmi kimi interyerdə xüsusi ustalıqla işlənib və Alman memarlığının ruhu, ənənələri qorunub saxlanıb. Kilsənin əsas salını gəzdikcə bu ruhu daha yaxşı hiss eləmək olur. Biz hal-hazırda Lütran kilsəsinin içərisindəyik. O 2014-cü ildə bərpa olunub və bu bərpa işlərinin müəllifi Fərman müəllimdir. Fərman müəllim memar rəssamdır. Fərman müəllim, salam. Salam. Fərman müəllim, mən burada Şəmkirdə olanda Alman irsinin şahidi oldum və bugün də o irs burada yaşayır. Bu barədə istəyirəm danışasınız və Alman arxitekturası, memarlığı haqqında bizə məlumat verəsiniz. Bildiyiniz kimi Almanlar bura 1818-19-cu illərdə köçürülüblər. Yəni onlar ilk olaraq Yelendorf, yəni indiki Göygöl rayonuna və Şəmkirə o vaxt adlandırılır kimi Annenfeld şəhərini. Bu şəhər 1873-cü ildən bəri başlayıb inşa olmağa. Çünki həmən ərəfədə bunlar qədim Şəmkirə köçüblər. Oradan sonra bir müddətdən sonra 18-ci ildən 73-cü illərə qədər orada yaşayıblar, kənd təsərrüfatı məşğuldurlar. Amma şəhər salmanı buranı seçiblər. Əsrin əvvəllərində, yəni 1901-ci ildən etibarən sırf memarlar tərəfindən salınıb. Yəni memarı da olub Ferdinand Lemkul. Evlərin hamısı bir-birinə eyni ölçüdə, eyni həcmdə, eyni quruluşda olublar. Memarlıq eyni olub və hamısının da zirzəmiləri olub.
Zirzəmidən onlar soyuducu kimi, bir də ki, şərabların saxlanılması, onun istehsalı kimi orada istifadə edilir. 1941-ci ildə Almanlar deportasiya edildikdən sonra kilsə öz fəaliyyətini dayandırıb. Sonralar burada mədəniyyət evi, müəllimlər evi və tarix-diyarşünaslıq muzeyi fəaliyyət göstərib. Kilsədə dini ayinləri, eləcə də musiqi tədbirləri keçirmək üçün yeni orqan quraşdırılıb. Almanların əsas məşğuliyyətlərindən biri də şərabçılıq idi. Bu ənənə bu gün də Şəmkirdə davam edir. O, qədim şərabçılıq mərkəzlərindən biri kimi bölgədə bu gün də liderliyini qoruyub saxlayır. Şəmkirə gələndə hətta yol boyu böyük sahələri əhatə edən üzüm bağlarını görə bilərsiniz. Şəmkirdə istehsal olunan şərablar Azərbaycanda və onun sərhədlərindən kənarda da çox populyardır. Şəmkirdə Almanların vaxtı ilə inşa elədikləri 4 küçə əvvəlki görkəminə uyğun yenidən qurulub və işlər hələ də davam edir. Şəhər yaşıllıqlar, məzmunlu və gözəl parklarla zəngindir. Şəmkir şəhərində görə biləcəyiniz maraqlı yerlər kifayət qədərdir və onlar sizdə xoş təəssüratlar yaradacaq. Tarix-diyarşünaslıq muzeyinin yanında salınan məşhur O olmasın bu olsun Azərbaycan filminin personajlarından ibarət park da marağınıza səbəb olacaq yerlərdən biridir. Şəmkirin bir-birindən maraqlı parklarının təmiz havası, ucaboy ağacları, tanınmış şəxsiyyətlərin xüsusi ustalıqla işlənən abidələri, ümumiyyətlə buradakı ab-hava sizə zövq və xoş istirahət bəxş edəcək. Şəmkirdə turistlər üçün bir neçə maraqlı park var. Onların içərisində Abidələr Parkı xüsusi yer tutur. Burada Azərbaycanın bölgələrində mövcud olan abidələrin, kilsələrin, məscidlərin, türbələrin, qalaların, körpülərin daşdan hazırlanmış maketi var. Bura çox maraqlıdır. Şəhərin mərkəzində yerləşən Abidələr Parkı Azərbaycanın hər yerindən gələn tarixi binaların miniatürləri ilə bəzədilib. Park həm böyüklər, həm də uşaqlar üçün maraqlı məkandır. Şəmkirin mərkəzi kimi şəhərdən kənarda mövcud olan yerlər də diqqət çəkir. Onları görmək üçün biraz vaxt və məsafə sərf eləməli olacaqsınız. Gördüyünüz bu füsunkar təbiətə sahib olan göl əslində su anbarıdır. Şəmkir çayı üzərində qurulan Şəmkir çay su anbarı. Tutumu 164,5 milyon kubmetrdir. O, həm Şəmkirin, həm də bir neçə qonşu rayonun əkin sahələrini suvarmaq üçün yaradılıb. Buranın ecazkar bir təbiəti var. Baxdıqca göz oxşuyur. Yerli sakinlərin dediyinə görə burada 20-yə yaxın balıq növü qeydə alınıb. Su anbarı ərazisində balıq tutmaq olmaz. Amma Şəmkir çayının yuxarı hissəsində bu mümkündür. Ümumiyyətlə Şəmkirə gələndə bura gəlin və buradakı ab-havada
zövq alın. Şəmkirçay su anbarı bəndinin nüvə hissəsindən hündürlüyü 196 metrdir. Bu nəhəng bənd heyrət yaradır. Su anbarının ətrafında yaratdığı unikal təbiət mənzərələri isə onu görən hər kəsi valeh eləməyə qadirdir. Ətraf dağlar, meşələr, yaradılmış gölün həm buludlu, həm günəşli havalarda əsrarəngiz təsviri məftun edicidir. Bu yerlər, bu mənzərələr, bu təsvirlər Şəmkirdə görə biləcəyiniz ən gözəl məkanlardan biri olacaq. Su anbarının aşağı sahilləri ekoturizm və foto səfərlər üçün ideal məkanlardan biri hesab olunur. Şəmkirin dağlıq hissəsində, Qafqaz dağlarının ətəklərində təbiət yürüşləri üçün çox böyük imkanlar var. Qalın meşələr, hələ qurulmayan hiking marşrutları üçün mənzərəli yollar, tam öyrənilməyən səfalı kəndlər. Bu kəndlərdə qədim Alban məbədləri sizin istirahətinizi daha maraqlı və macəra dolu yürüşə çevirə bilər. Yalavan və Yasamal aşırımının mənzərələri, buradan şəhərə açılan panorama Şəmkirin cazibəsini biraz da artıraraq onu təkrarsız, heyrətamiz bir diyara çevirir. Kür kanyonları adlanan ərazi isə Şəmkirin ən görməli top 5 yerlərindən biridir. Ətraf kəndlərin sakinləri bu bölgəni Kür boğazı və ya kanyon dərəsi kimi tanıyır.
Qeyri-adi təbiət mənzərəsini görmək üçün yerli turistlər bura tez-tez gəlir. Onlar böyük həvəslə qonaqlarını da bu yerlərin seyrinə gətirirlər. Yerli sakinlər isə mövsümdə əraziyə balıq tutmağa gəlir. Bu da bir növ istirahət sayılır. Bura alimlərin dediyinə görə təxminən 4500 il ərzində formalaşan yerli sakinlərin Kür kanyonları dediyi ərazidir. O, Şəmkirin Ceyrançol ərazisinə yaxın Kürün əhatəsində yerləşir. Uzunluğu təxminən 20 kilometrə yaxındır. Bu kanyon Kürün daşması nəticəsində əmələ gəlib. İsti hava, buranın iqlimi zaman-zaman onun relyefini bax beləcə formalaşdırıbdır. Amerika kanyonlarına bənzəyən Şəmkirin Kür kanyonları burada görə biləcəyiniz ən maraqlı yerlərdən biridir. Kür çayının yatağı boyunca formalaşan unikal təbii landşaft qeyri-adi görünüşü ilə təəccüb yaradır. Emosiyasız bu mənzərələri seyr eləmək çətindir. Kanyonlar çayın dərin və enli yatağı boyunca uzanır. Qayalı yamaçlar və sıldırımlar yerin geoloji tarixindən xəbər verir. Ətrafda əhəng daşı, qum daşı və gil təbəqələrinin bir-birinə qarışdığı, suyun uzun müddətli təsiri ilə cilalanmış qayalar müşahidə olunur. Bəzi sahələrdə kanyonun dərinliyi 30-50 metrə, eni isə 100-200 metrə qədər çatır. Bu ərazi xüsusilə yay aylarında çoxsaylı turist və fotoqrafları cəlb eləyir. Kürün mavi suyu, sarımtıl qırmızı qayalar və yaşıllıqların kontrastı kanyonlara möhtəşəm vizual görünüş verir. Burada həm də qədim dövrlərdə su daşqınlarının və iqlim dəyişikliklərinin izləri qorunub qalıb. Şəmkirin gözəl təbiəti ilə yanaşı barlı bərəkətli torpaqlarında yetişən güllər, meyvə-tərəvəz məhsulları Azərbaycandan kənarda da məşhurdur. Ölkənin ən məhsuldar və bağçılıq ənənələrini yaşadan bu bölgəni gəzəndə çoxlu sayda meyvə bağları və istixanalar görə bilərsiniz. Bu istixanalarda həm də müxtəlif adda və rəngbərək güllər yetişdirilir. Şəmkirdə havadan həmişə gül və meyvə qoxusu gəlir. Şəmkir meyvələri Azərbaycanda ən dadlı və bol vitaminli meyvələr sayılır. Burada hər mövsümə aid meyvə bağları salınıb və onlar çox yaxşı məhsul verir. Şəmkir torpağı çox barlı, bərəkətli torpaqdır. Burada hər cür tərəvəz və meyvə yetişdirilir. Onu da qeyd edeyim ki, burada yetişdirilən meyvələrin dadı, ətri bir başqa cürdür. İndi heyvan vaxtıdır və Şəmkir meyvəsi brend olaraq Azərbaycanda çox məşhurdur.
Meyvə yığımı vaxtı bu bağların mənzərəsi bir başqa cür olur. Avqust-oktyabr ayları bölgəyə səfər etsəz, meyvə yığımının ən qızğın vaxtına düşəcəksiniz. Biz xurma bağlarına gələndə yığım vaxtı idi. Meyvənin yığılmasını, çeşidləməsini, qablaşdırılmasını izləmək çox maraqlıdır. Hər mövsümün öz meyvəsi var. İndi nar, heyva və xurmanın mövsümüdür. Hal-hazırda yığım prosesi gedir. Şəmkirdə olanda bunu izləyə bilərsiniz. Həm bu maraqlı prosesi görə, həm də meyvələrin dadına baxa bilərsiniz. Şəmkirə qonaq gələndə sizi mütləq ləzzətli Şəmkir təamlarına qonaq eləyəcəklər. Bu yeməklərin içərisində xəngəlin xüsusi yeri var. Azərbaycanın qərb bölgəsində yerləşən rayonlarda xəngəl çox populyardır. Amma hər rayonun özünün xəngəl resepti var. Ad eyni olsa da əlavələr və dad fərqlidir. Şəmkirin mətbəxi çox zəngindir. Ət və xəmir xörəkləri burada xüsusilə üstünlük təşkil edir. Xəmir xörəklərindən bugün birini sizə təqdim eləyəcəyik. Aşpazlarımız Etibar bəy və Roza xanım bu haqda daha geniş bizə danışacaq Elman bəy. Elman bəy, salam. Salamlar, xoş gəlsiniz. Bu günləri hansı növ xəngəl bişirəcəyik? Bu xəngəl növü o birisilərdən nə ilə fərqlənir və bunun üçün bizə hansı inqridiyentlər lazımdır? Bu barədə zəhmət olmasa bizə məlumat verin. Sağ olun, biz təqdim eləyəcəyik qara unun xəngəlini. Qara un qidalanması çox xeyirlidir. Həm köp vermir, həm dadlı olur, həm daha yaxşı olur. Kənd sopasından yüksək səviyyədə qara unun xəngəlini təqdim eləyəcəyik. Burada görürsünüz kartof var. Biz bu kartof bişiririk və xəngəlin üstünə düzürük və bunu çox sevirlər. Və burada təbii ki, əsas yağdır. Yəni nəhrə yağı mütləq olmalıdır. Təbii ki, duzu, soğanı, yağı yerindədir və bizim babalarımız meşə əzgilinin bəhməzini xüsusi olaraq xəngəlin üstündə istifadə ediblər. Yəni o nəyə dayanır? Tam təbiidir və turşuluq verir. Və xəngəl ağır bir yemək olduğuna görə o onu həzmə daha kömək edir. Yenə bir detal var ki, qurut. Qurut bilirsiniz ki, süzmədən hazırlanır, duzla hazırlanır. Qurudu biz əridirik, suda həll edirik, müştəri verir və onu istifadə edilir. Qara un, ağ un qatılır və tərkibinə yumurta vurulur və su vurulur və yağ vurulur, duz vurulur. Kənd solpası pişirdiyimizə görə təbii ki, stolumuzda olmalıdır kənd solpası. Çox gözəl, onda gəlin başlayaq. Xəngəlimiz artıq hazırdır, Şəmkirdəyik. Qabın forması sizi təəccübləndirməsin. Burada xəngəl məhz bu formada verilir. Bundan başqa bura əlavə eləmək olar sarımsaq qatıq, qurut, bir də zoğal əzməsi,
meşə əzgilinin əzməsi var, ondan başqa burada bəhməz var. Bunları əlavə eləmək olar. Mən bunlardan qurut əlavə eləyəcəm bir də. Bundan başqa da burada mən meşə əzgilinin əzməsini əlavə eləyəcəm. Çox gözəl ətri var bunda. İndi yeyək dadına baxaq. Bir daha xatırladım ki, bu qara undan hazırlanıb bu xəngəl. Və o yeməyə xüsusi dad verəcək. Çox dadlıdır. Mən görəndə fikirləşirdim ki, bu boyda yeməyi mən yeyə bilmərəm, amma dadına baxandan sonra əminəm ki, mən bunu axıracan yeyəcəm. Şəmkirdə olanda mütləq bu yeməyin dadına baxın. Mütləq tövsiyə eləyirəm. Sonra mənə çox sağ ol deyəcəksiniz. Nuş olsun. Şəmkir ona qonaq gələn hər kəsə xoş təəssüratlar bağışlayacaq bir diyardır. Gün batana yaxın Kürün suyunun üstünə düşən işıq da, burada öz axarı və ritmi ilə gedən həyat da, bağların meyvə, torpağın gül qoxusu da, fərqli biçimdə olan müasir küçələri, qədim Şəmkir şəhəri, qonaqsevər sakinləri də sizdə ona təkrar dönmək üçün bəhanələr yaradacaq. Siz onu yenidən görmək, yenidən duymaq istəyəcəksiniz. Şəmkirin sehri özündən çox böyükdür. O, Kür çayı kimidir. Uzaqlaşsa da izini həmişə saxlayır. Şəmkir Azərbaycanın turist üçün hələ tam kəşf olunmayan bölgəsidir. Onun zəngin tarixi, gözəl təbiəti, çayları, gölləri, qonaqpərvər insanları, koloritli kəndləri, təmiz havası sizdə xoş təəssüratlar yaradacaq. Ona görə də gəlib onu görüb, tanıyıb, kəşf eləməyə dəyər. Kəşf eləmək isə həmişə kimi gözəldir.